Salam izləyicilərimiz, sizə ətraflı mənzilimizi çəkiliş edib göstərəcəm. Ev təmir etdirmək istəyənlər bizimlə əlaqə saxlaya bilər və burada nə işlər gedir, sizə ətraflı məlumatı verim. Deməli, 17-ci mərtəbə mansarda olduğu üçün hündürlüyü 4 metrdir. Burada kondisioner sistemi olacaq, zal studiyadır bura, mətbəx bu hissədədir və bu hissədə belə bir geniş yeri var. İnşallah iş getdikcə dizaynda sizə təqdim edəcəyik. Kombi sistemi də yığmışıq ki, həm buranı qurutmaq üçün. Bu da yataq otağıdır. Paduqa ilə yığılacaq, dekorlu və səliqəli şəkildə inşallah bu işlər getdikcə təqdim edəcəyik. Və keçirik ikinci mənzilimizə. Bu da ikinci mənzildir. Burada da altdan işləri hələ getməyib. Və keçirik üçüncü mənzilimizə, ətraflı sizə təqdim edim. Belə. Bu hissə dolabı hissəsi olduğu üçün orada emulsiya işləri görülür. Sanitar qovşaq bu şəkildə yığılıb. Abo işlərimiz yekunlaşır tam. Və ikinci sanitar qovşaq. Yataq otağıdır. Burada aboy vurulub, hiss olunur. Yəni emulsiya tipli olan aboydur. Bu hissədə daraq olacaq deyə bu hissəni saxlamışıq. Ona görə ramka o hissəyə qədər vurulub. Dolabı buradadır. Və qonaq otağı. Qonaq otağında da zal studiya etmişik. Bu hissədə mətbəx olacaq və dizayna görə də yerləşimlər olacaq. Bu şəkildə. Və keçirik